Azərbaycan sayağı Skandinaviya üslubunda yığdığımız mebel üçün qulp seçmə zamanıdır. Skandinaviya üslubunda olan mebellər minimalist, açıq rənglərdə və təbii materiallardan istifadə olunmalıdır. Təbii material əvəzinə alternativ olaraq membran, MDF membran istifadə edəcəyik. İndi isə gəlin mebel üçün ən uyğun qulp necə seçilir, hansı üslubda seçiləcək bir yerdə baxaq. İnəgöl prospektində olan mağazaların birinə gəlmişik. Burada üslubuna görə ən çox ruska olan yerlərdən biridir. Bu ruskaları sizə göstərim. Növləri çoxdur. Burada stillər də var. Burada asılqanlardır, ruskalardır. Belə də müasir, klassik tipdə olanlar var. Rəngləri falan görürsünüz, diqqətlə baxın. Və burada da modern üslublu olanlar var. Qardırov mebel üçün seçdiyimiz ruskalar və bulardır. Qara deyil, qara görünür buradan, amma belə deyim, burada üst şkaflara qoya bilərik. Mətbəx üçün seçdiyimiz ruskanı göstərmək istəyirəm. Budur. Yəni bu orta ölçünü götürəcəm. Burada onun üst şkafları üçündür. Düymə modeldir. Çox qəşəng rəngi var və model olaraq da çox incə və sadədir. Showers early Friday, but improving to greater than 6 miles on Friday morning. Stars shine.